Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. Mən nə edim ki, bəxtim bağlansın. Kimə salam verirəm, evlənmək düşünür haqqında istəmirəm ki, evlilik təklif alım. Sualı verən xanımdır yoxsa bəydir? Vallahi niyə bəxtiniz bağlana ki? Allah insanı yaradıbdır. Eğer bir insan yaranıbsa, onun qədərində bir evlilik vardır. Hər şeyin Allah'tan istəyəndə xeyirlisini istəməyə ehtiyac var. Yani illa da evlilik olsun diye dua etməyin özü də doğru değil. Bəzən xeyirsiz evlilik olacaqsa, heç olmaması yaxşıdır. Allah Kur'an-ı Kerim'de ayette buyurur ki, ey Od, İbrahim'e serin ve salamat ol. Buyurulur ki, eğer Allah İbrahim'e o da demeseydi ki, ey Od, İbrahim'e serin ve salamat ol, İbrahim peygamber için Nemrut ateşin içerisine atırdı. Həmin Od İbrahim'e serin ol deyilsəydi, salamat ol sözü deyilməsəydi, Od İbrahim peygamberi dondurardı. Yani onun içerisinde donmuş olardı. Ve salamat ol onun için deyilir ki, hem serin ol, hem de salamat ol, ona zarar verme, ona ziyan verme. Ve buradan yola çıkarak ve biz ailelik meselesinde, evlilik meselesinde mütləq mənada xeyirli evlilik istəməliyik. Seçimimizi doğru eləməliyik. Karşımıza çıxan insanların doğru yolda olmayanları ola bilər, aldadanları ola bilər. Bu şeyler bizi ümitsizliğe kaptırıp yolumuzdan döndərməməlidir və nə də ki Allahın əmrini, Allah Resulünün sünnətini tərk etməməliyik. Çünki hədislərə baxdığımız zaman Allah Resulünün tövsiyəsidir ki, xanımlar, bəylər artıq evlilik yaşına çatdıqları zaman onlar ağaçda olan yetişmiş meyvələrə bənzəyir və bunları da zamanında evləndirmək lazımdır və bu evlilikdə iman sahibi insanlar yaxşı vəsilə olmalıdırlar, kömək olmalıdırlar. Onun üçün də Peyğəmbərimizin bir hədisi var, buyurur ki, Allah'tan ölüm istəməyin. Əgər ölüm istəyəsi olsanız, deyin ki, Allah'ım ölüm xeyirlidirsə məni öldür, yaşamaq xeyirlidirsə məni yaşat. İstəməyin, amma istəsəz bu cür istəyin. İndi bəxtimin bağlanması yox, Allah'ın verdiyi bəxt en güzel olanıdır. Eğer bir insan qədərində heç ailə həyatı qurmamaq varsa, orada işimiz yoktur ve bu qədərə, ilahi təqdirə, müqəddəratın qarşısına çıxa bilmərik. Amma bəzən insan özü də öz qədərini müəyyən formada təyin edə bilir ki, qarşısına şanslar çıxır, fürsətlər çıxır, o fürsətləri dəyərləndirmir və yaxud özünün yanlışları, səhvləri olur. Hər hansısa formada, Allah istədiyi formada, Kur'an istədiyi formada həyat yaşamır, doğru düzgün formada Allah'a bəndəlik etmir, qulluq etmir və nəticə etibarilə də zamanında seçimlərini doğru seçib. Məsələn, bugünkü gənclərin, xanımların ən çox istəkləri bəyin maşını olsun, bəyin evi olsun. Yaxşı, maşını, evi olmayan bəylər bəy sayılmırmı? Onlar insan sayılmırmı? Onlarla bəs kim ailə həyatı quracaqdır? Bugünkü cəmiyyətə baxanda əksəriyyət insanlar sosial durumu göz önünə gətirdiyimiz zaman görürük gənclərin bir çoxunun evi yoxdur. Və yaxud evi olmayan gənclər ailə həyatı qurduqdan sonra 10 il, 15 il keçdikdən sonra onlar çöldə mi yaşayır və ya onlar həyatda insan sayılmırmı? Yəni biz bunların şahidi oluruq ki, bəlkə də əvvəlkilərdən, evli olanlardan, maşını olan insanlardan daha yaxşı həyat tərzinə sahib olmuş olurlar. Ona görə də insanlara insanlığına görə dəyər vermək lazımdır, dininə görə dəyər vermək lazımdır, imanına, əxlaqına görə dəyər vermək lazımdır ki, bu insanın dini varmı, bu insanın imanı varmı, sabah zəngindir, imkanı var, pulu var, evi var, maşını var. Bu maşınla mənim başıma hansı fəlakətlər açacaq? O maşının sükanının arxasında içkini içib, övladı ilə birlikdə, xanımı ilə birlikdə aparıb hansısa bir dərədən aşağı məni yuvarladacaqsa, o zənginlik yerin dibinə girsin ki, heç kəsə lazım deyil. O zənginlik içərisində ailə daxili hüzur olmayacaqsa, o maşının, o evin geniş olması, kirayə deyil, öz evi olması da bir şey dəyişməz. Onun üçün də ümidvarıq ki, bizi dinləyən xanımlar, bizi dinləyən bəylər bu məsələlərə diqqət etməlidirlər. Xanım seçimində sadəcə gözəllikləri var. Xanımın gözəllik anlayışına diqqət etməlidir. Ümumiyyətlə, gözəllik nədir? Gözəllik nədən ibarətdir? İnsan gözəlliyi bir gün çirkinliyə çevrilə bilər. Bir gün dəri yana bilər, bir gün dəri hansısa bir qotur xəstəliyinə tutula bilər. Bir gün kök olan bir insan, bir sima arıqlaya bilər. O gözəllik etdiyi zaman artıq sevgi bitdimi?
Amma həqiqətdə isə insan Allaha xatir, İslama xatir, İslami gözəlliklərə xatir sevərsə, bu zaman o gözəlliklər insanın həyatına xoşbəxtliklər gətirər və Allah üçün olan ailələr də hansı çətinliklər, məşəqqətlər görsə də dağılıb yarı yolda qalmaz. Onun üçün də bacımıza tövsiyəmiz bundan ibarətdir ki, Allahdan bəxtinin bağlanmasını deyil, daha xeyirli bəxt və talih yazmasını, qarşısına xeyirli insanların çıxarılmasını Allahdan istəsin.